kitab yazdılar. Onu da Almaniyanın bir cəmiyyəti var. Gətirdilər, kitaba baxdım. Qızım deyirəm, burada yazdığın özün başa düşürsən, mənim yetirib dərs demişəm, yanıma gəlib gedib. Deyir, yox. Deməli, onun yazdığı kitabda tutaq ki, ofisantlar içəri gələn, yəni süfrəçilər içəri gələn müştərinin antropoloji məlumatlarını almalıydılar. Lineyka ilə gözün arasındakı məsafəni ölçməliydilər. O bədbəxt peşə məktəbini zorla qutarıb. Orta məktəbdə oxumayıb, gəlib bizdəki ənənəyə görə peşə məktəbinə kim gedir? İnstituta girə bilməyənlər, kollecə gedə bilməyənlər, savadı az olanlar peşə məktəbinə göndərilir. Oranın qutarıb gəlibdi. Bu nə bilir antropologiya nədir? Sən buna niyə öyrədirsən? Yəni, tədris sistemində mən kitabları da göndərdim Təhsil Nazirinə, o vaxtda bizim Mədəniyyət Turizm Nazirinə, universitetlərə ki, bu kitablardan dərs deməyin. Bu kitabları yandırmaq lazımdır. O tədris kitablarını hansısa xarici oxusa və qaldırılsa, o heç vaxt Azərbaycana turist kimi gəlməz.